Salam dəyərli müəllimlər. Deməli, bugünkü dərsimiz olacaq çevrə üzrə bərabər sürətli hərəkət mövzusunun izahı. Mövzunun izahına keçməmişdən əvvəl bir fikir nəzərinizə çatdırmaq istəyirəm ki, bizim deməli MİQ və sertifikasiya dərslərinə qeydiyyat başlanıb. Həm fərdi, həm də qrup şəklində dərslərimiz davam edir. Yəni ciddi məşğul olmaq, fizikanı dərindən öyrənmək istəyən müəllimlər bizim nömrəmizlə əlaqə saxlayıb bizim dərslərimizdən yararlana bilər və bizim dərslərimizə qoşula bilər. Dərslər həftədə 3 dəfə olmaqla keçirilir. Hər dərs müddəti saat yarımdır. Dərsdə həm mövzu, həm də test izahları olacaq. Yəni bütün mövzu izahları bir-bir izah olunur. Eyni zamanda həmin mövzu izahları da YouTube kanalında həmin mövzuya baxa bilərlər. Yəni mövzu izahına baxa bilərlər. Vaxt itirmədən mövzu izahına başlayaq. Deməli, əyri-xəttli hərəkətin ən sadə növü adlanır çevrə üzrə bərabər sürətli hərəkət. Çevrə üzrə bərabər sürətli hərəkətdə bütün vektorial kəmiyyətlər istiqamətini dəyişir. Yəni sürətdir, impulsdur, qüvvədir, təcildir, yer dəyişmədir. Bunlar istiqamətini dəyişir. Ancaq sürətdir, impulsdur, qüvvədir, bir də təcil. Bunların modulu dəyişmir. Amma yer dəyişmənin modulu dəyişir. İndi biz bunu vaxt olduğuca deyəcəyik. Məsələn, bir dənə nümunə kimi bir şey deyim. Misal üçün, məsələn, necə başa düşmək olar bunlar? Deməli, modulu dəyişmir. Məsələn, sürəti tutaq ki, cisim çevrə üzrə saat əqrəbi istiqamətində fırlanır. Məsələn, burada bunun sürəti nədir? V. Düzdür? Burada nədir? Burada da V-dir də. Bəs bu nöqtədə nədir? Burada da V-dir. Bəs bu nöqtədə nədir? Burada da V-dir. Bura deyək A nöqtəsi, bura deyək B nöqtəsi, bura C. Deməli, A-da sağa, B-də aşağı, C-də sola, D-də yuxarı. Görürsən, istiqamət dəyişir, amma qiymət dəyişmir. Məsələn, qiymət deyəndə nə başa düşürsən? Tutaq ki, məsələn, burada sürətin qiyməti, misal üçün 5-dirsə, elə burada da 5-dir. C nöqtəsində də 5-dir, D nöqtəsində də 5-dir və s. Aydındır? Yəni, modul dəyişmək buna deyirlər. Yəni, modulu dəyişmir. Amma istiqamət dəyişir. Aha. Deməli, çevrə üzrə bərabər sürətli hərəkəti xarakterizə edən kəmiyyətlər. Birincisi adlanır, deməli, bax, birincisi. Birinci adlanır dönmə bucağı. Dönmə bucağı. Deməli, dönmə bucağı fi hərfi ilə işarə olunur. Fi hərfi ilə işarə olunur. Deməli, radius vektorunun döndüyü bucağa və ya çevrə qövsünün uzunluğunun radiusu olan nisbətinə bərabər olan fiziki kəmiyyətə dönmə bucağı deyilir. Və düstur kimi yazılır. Fi bərabər L bölünmüş R. Yəni, vahidi də olacaq radian. Və qısaca olaraq yazılır RAD. Deməli, biz bilirik ki, pi təqribən 3,14-dür. Amma məsələn, tutaq ki, 1 dərəcəni biz radiana çevirmək istəyiriksə, 1 dərəcəni radiana çevirmək istəyirik. 1-i vurarıq piyə, bölürük 180-ə. Yəni, biz belə çeviririk. Olacaq pi böl, məsələn, 180. Və yaxud da, məsələn, tutaq ki, 60 dərəcəni çevirmək istəyirik radiana. 60-ı nə edəcək? 60-ı vururuq piyə, bölürük 180-ə. Bu deyiləcək pi böl 3. İndi, dəyərli müəllimlər, deməli, radius vektorunun döndüyü bucağa dönmə bucağı deyilir də. Bunu biz bu çevrədə nətər başa düşə bilək? Bax, çevrədə necə başa düşək? Tutaq ki, məsələn, bax, bir dənə nümunə çəkirəm. Tutaq ki, cisim A nöqtəsində idi. Müəyyən zaman keçəndən sonra gəlir, tutaq ki, B nöqtəsinə. Fərz eləyək ki, tutaq ki, bu 120 dərəcə dönür. Bu 120 dərəcə adlanır dönmə bucağı. Yəni, yazırıq fi bərabər 120 dərəcə. Lap bunu radianla yazsaq, olacaq pi böl 180. Bu 0-dan 0 gedir. 6-ya əksər eləsək, olacaq deməli 2 pi bölünmüş 3. Və yaxud da məsələn biz bir dənə
nümunə kimi bir dənə şəkil çəkim. Tutaq ki, bayaq dedik, deməli hansı kəmiyyətlər bərabərdir və yaxud da hansı kəmiyyətlər məsələn tutaq ki, buradan bura olan qövsün uzunluğu olsun, tutaq ki, L1. Məsələn, A nöqtəsindən B nöqtəsinə. Bu da olsun C nöqtəsi, burada D nöqtəsi. Buradan burada olan qövsün uzunluğu olsun, tutaq ki, L2. Bu da olsun fi. Deməli, buradan görürük ki, L1 L2-dən böyükdür. Yəni, yollar fərqlidir çevrə üzrə bərabər sürətli hərəkətdə. Deməli, bir fikir də nəzərinizə çatdırım ki, deməli, dönmə bucağı fi. Yəni, R-dən, yəni radius vektorundan. Bir də ki, L-dən asılı deyil. L burada nədir? L saat, dəqiqə, saniyə əqrəblərinin uzunluğu. Yəni, onlardan asılı deyil. Aydındır. İndi ikinci kəmiyyət olacaq bizdə. İkinci kəmiyyət olacaq. Deməli, dövr etmə periodu. Dövr etmə periodu. Dövr etmə periodu böyük T hərfi ilə işarə olunur. Deməli, tam bir dövrə sərf olunan zamana bərabər olan müsbət skalyar kəmiyyətə dövr etmə periodu deyilir. Yəni, çevrə üzrə bərabər sürətli hərəkətdə dövr etmə periodu sıfıra bərabər ola bilməz. Bunu yadda saxlamaq lazımdır. Periodun düsturu olacaq T bərabərdir. Balaca T bölü N. Yəni, tərif kimi biz həmişə belə deyirik. Tam bir rəqsə, tam bir dövrə sərf olunan zamana bərabər olan skalyar kəmiyyətə dövr etmə periodu deyilir. Və vahidi olacaq saniyə. Zamanın vahidi saniyədir. Bu N də burada dövrlər sayıdır. Bunun vahidi yoxdur. Zamanın da vahidi saniyədir. Saniyəni də elə bil 1-ə böləndə edir saniyə. Dövr etmə periodu ölçülür saniyə ölçənlə. Period deyəndə biz nəyi nəzərdə tuturuq? Yəni, tutaq ki, cisim misal üçün A nöqtəsindən çıxdı, yenə gəldi A nöqtəsinə. Bu adlanır period. Yəni, fikir versiniz diqqətlə, radius vektoru nə qədər bucaq döndü? 360 dərəcə. Period yəni budur. Period. Yəni, cisim hansı nöqtədən başlayırsa və hansı nöqtədə yenə əvvəlki nöqtəyə qayıdırsa, başlandığı nöqtəyə qayıdırsa, bu adlanır period. Yəni, sadə izahı budur. Deməli, dövr etmə periodu nə L-dən, L bayaq dedik də bizdə, saat əqrəbi, dəqiqə əqrəbi, saniyə əqrəbinin uzunluğudur. Nə dövrlər sayından, nə zamandan, nə də radiusdan, asılı deyil. Amma zamanla dövrlər sayı düz asılıdır. Düz asılıdır. Aydındır. İndi, məsələn, biz tutaq ki, yerin öz ox ətrafında fırlanma periodu necə yazırıq? 24 saat. Buna 1 sutka deyirlər. 1 sutkamız 24 saatdır. Saat əqrəbinin dövr etmə periodu eləyir 12 saat. Sonra dəqiqə əqrəbinin dövr etmə periodu eləyir 1 saat. Yəni 60 dəqiqə. Və saniyə əqrəbinin dövr etmə periodu 1 dəqiqədir. Yəni 60 saniyə. Belə. İndi üçüncü kəmiyyət olacaq. Dövr etmə tezliyi. Deməli, dövr etmə tezliyi balaca N hərfi ilə işarə olunur. Vahid zamandakı dövrlərin sayına bərabər olan skalyar kəmiyyətə deyirlər dövr etmə tezliyi və çevrə üzrə bərabər sürətli hərəkətdə dövr etmə tezliyi, yenə də deyirəm, sıfıra bərabər ola bilməz və ölçülür saniyə ölçənlə. Dövr etmə tezliyi N bərabərdir, böyük N böl T düsturundan hesablanır. Və vahidi olacaq nə? 1 böl saniyə və yaxud da bunu yaza bilərik. Saniyənin üstü -1 və yaxud da tezliyin vahidi hertz kimi götürülür. Eyni zamanda
dövrətmə tezliyi n. Nə böyük n-dən, nə t-dən, nə r-dən, nə də l-dən asılı deyil. Deməli, dövrlər sayı isə t-dən düz mütənasib olaraq asılıdır. Bunu belə də demək olar. Məsələn, təriflərdə bəzən belə də demək olar. Bax, ən yaxşı yol. Dövrlər sayının, deməli, belə demək olar. Dövrlər sayının dəyişmə yeyinliyini xarakterizə edən müsbət skalyar kəmiyyətə dövrətmə tezliyi deyilir. Belə də demək olar. İndi period ilə, deməli, period ilə tezlik arasında əlaqə düsturu. Deməli, biz bilirik ki, böyük T bərabər balaca T bölü N, balaca N bərabər böyük N böl T. Və bunları tərəf-tərəfə vursaq, T vur balaca N olacaq 1. Onda buradan T-ni nə tapıram? T-ni tapıram 1 böl N. N-i də tapıram 1 böl T. Yəni, bu nə deməkdir? Yəni, N artanda T azalır. Və yaxud da tutaq ki, N azalanda T artır. Bax, belə. Tərs mütənasib deməkdir. Dövrətmə periodu ilə dövrətmə tezliyi tərs mütənasibdir. Eyni zamanda dövrətmə tezliyi dövrətmə periodu ilə də tərs mütənasibdir. Və dördüncü kəmiyyət olacaq bizdə bucaq sürəti. Bucaq sürəti omega. Deməli, dönmə bucağının bu dönməyə sərf olunan zamana nisbətinə bərabər olan fiziki kəmiyyətə, yəni deyirlər bucaq sürəti. Bucaq sürəti belə də demək olar, dönmə bucağının zamana görə dəyişmə sürəti və ya dəyişmə yeyinliyidir. Yəni, ümumiyyətlə, orta məktəbdə keçirilmir, bucaq sürəti vektorial kəmiyyətdir, düzdür, bu orta məktəbdə keçirilmir. Omega bərabərdir, düstur belə olacaq, delta fi böl delta t. Ona görə deyirlər, bucaq sürəti, yəni fiziki kəmiyyətdir də, vektorial sözü işlənilmir. Çünki orta məktəbdə yenə də deyirəm, bu vektorial kəmiyyət kimi götürülmür də, yəni vektorial işlənmir. Radian bölünmüş saniyə, vahidi radian böl saniyədir. Deməli, bucaq sürəti yadda saxlamaq lazımdır. Nə zamandan asılı deyil, nə dövrlər sayından asılı deyil, nə radiusdan asılı deyil, nə də o dedim bayaq. El də burada saat, saniyə və dəqiqə əqrəblərinin uzunluğundan asılı deyil. Dönmə bucağı isə zamanla xətti olaraq asılıdır. Dönmə bucağı zamanla xətti olaraq asılıdır. Və burada alfa bucağı yaranır. Alfa bucağı. Fini olduğu kimi gətirib bura qoyuram. Bu oldu delta fi, bu oldu delta t. Deməli, buradan bucağın tangensi bərabərdir. Delta fi böl delta t. Bu da bizə verir bucaq sürəti. Və yadda saxlamaq lazımdır ki, bucaq sürətinin zamandan asılılıq qrafikində qrafiklə zaman oxu arasında qalan fiquru sahəsi bizə verir, deməli, dönmə bucağı. Məsələn, ola bilər sizə belə bir fiqur verilə bilər. Omeganın T-dən asılılıq qrafiki. Bax, belə. Misal üçün, qiymətlərlə yazıram. Tutaq ki, bura olsun 0, bura olsun 4, bura 3. Siz dərhal bu fiquru sahəsini tapırsınız. Həmin fiquru sahəsi bizə verir nəyi? Deməli, dönmə bucağı. Deməli, dönmə bucağı bərabər düzbucaqlının sahəsi. Bu da bizə verir 3 vur 4. Düzbucaqlının sahəsi eləcə 12. Və yaxud da belə bir fiqur da verilə bilər bizə. Məsələn, omeganın T-dən asılılıq qrafiki üçbucaq da verilə bilər. Məsələn, bura olsun tutaq ki 2, bura olsun 4. Dərhal bu fiquru sahəsini tapırsan, onda bu nə olacaq bizdə? Delta fi bərabər olacaq üçbucaq. Üçbucağın da sahəsi A vur H bölü 2. Yəni, oturacağı ilə hündürlük hasilin yarısı. Bu da eləcə 4. Trapesiya da ola bilər. Yəni, bir şey yadınızda saxlayın ki,
Yəni bucaq sürətinin zamandan asılı qrafikində qrafik ilə zaman oxu arasında qalan fiqurun sahəsi bizə verir, deməli, dönmə bucağı. İndi biz yazırıq, omega bərabərdir delta fi böl delta t. Hə? Biz bunu belə də yaza bilərik. Finin zamana görə törəməsi kimi də götürə bilərik biz bunu. Aha. İndi bucaq sürətinin, məsələn, biz dedik, burada finin t-dən asılı qrafiki fiqurun sahəsidir. Məsələn, ola bilər bizə belə bir qrafik də verilə bilər. Bax, misal üçün deyirəm. Yəni, nəzəri olaraq demək istəyirəm ki, tam başa düşmək lazımdır. Belə bir qrafik verilə bilər. Belə bir qrafik verilə bilər. Bir də məsələn belə, hə? Bura olsun, tutaq ki, 1. Məsələn, bura olsun 2. Bura olsun 3. Məsələn, burada olsun 4. Biz dərhal bucaqla gedirik. Bax, buradakı qrafikdəki bucaq budur. İndi bunu bucağını tapmaq üçün zaman oxum paralel olduğu üçün bura köçürdürük. Buradakı bucaq budur. Buradakı bucaq yoxdur. Onda nə olacaq? Deməli, omega 1 bərabərdir omega 2, düzdür? Yəni, bunlar bərabərdir. Bu da böyüdür omega 3-dən. Omega 4-də bucaq yoxdur, axı orada olacaq 0. Hə. İndi bucaq sürətinin digər düsturlarla əlaqəsi necədir? Fi böl t. Məsələn, periodla və yaxud da tezliyinə necə əlaqələndirmək olar? Məsələn, bu radius vektorudur, bu düzdür? Radius vektoru. Cisim A nöqtəsində idi, məsələn. Cisim A nöqtəsindən gəlir yenə A nöqtəsinə. Bu radius vektoru nə qədər bucaq dönür? 360, yəni 2pi. Həmin o 2pini dönməyə nə qədər vaxt sərf edir? Bir period. Gördünüz, bucaq sürətinin düsturu alındı. 2pn və yaxud da 2pi böyük n böl t. Belə də yazmaq olar. Buradan da görünür ki, dəyərli müəllimlər, deməli, bucaq sürəti periodla tərs mütənasibdir. Ha, belə. Eyni zamanda bucaq sürəti deməli, n-lə, yəni dövrətmə tezliyinə də düz mütənasibdir. Всё. Qalan şeyləri də dedim də, indi bacardığımız qədər dedik. Neçənci kəmiyyət gəlir? 5-ci kəmiyyət. 5-ci kəmiyyət olacaq, deməli, xətti sürət. Xətti sürət. Yəni V. Deməli, sözləri yazmıram, elə deyirəm ki, yəqin ki, başa düşərsiniz. Yəni, cismin çevrə üzrə hərəkət sürətinə xətti sürət deyilir. Yəni, verilmiş radiusu çevrə üzrə bərabər sürətli hərəkət edən maddi nöqtənin xətti sürəti modulca, yəni qiymətcə sabit qalır, bayaq dedik, istiqamətcə daimi dəyişir. Yəni, xətti sürət istənilən nöqtədə çevrəyə toxunan boyunca yönəlir və radius vektoruna perpendikulyardır. Biz bunu şəkildə necə göstərə bilərik? Bax, şəkildə. Bax, tutaq ki, cisim saat əqrəbi istiqamətində fırlanır. Məsələn, A nöqtəsi olsun bu olsun B nöqtəsi, bu olsun C nöqtəsi, bu da olsun D nöqtəsi. Deməli, A nöqtəsində sürətin istiqaməti hara yönəlir? Çevrəyə toxunan. B nöqtəsində yenə çevrəyə toxunan. C nöqtəsində yenə çevrəyə toxunan. D nöqtəsində çevrəyə toxunan və biz dedik ki, sürət radius vektoruna radius vektoru da bulardır. Bunlar radius vektorlarıdır. Bunlar. R. Radius vektoruna perpendikulyardır. Burada da bax. Radius vektoruna perpendikulyardır. Burada da bax. Radius vektoruna perpendikulyardır. Burada da radius vektoruna perpendikulyardır. Yəni, xətti sürətin, ümumiyyətlə, çevrə üzrə hərəkətdə xətti sürətin modulu dəyişmir. Biz bunu belə də yaza bilərik və yaxud da yaza bilərik V bərabər konstant. Yəni, üstündə tək vektor, belə yazmaq olmaz. Bax, deyim sizə, belə yazmaq olmaz. V bərabər konstant yazmaq olmaz. Hökmən modulda yazmaq lazımdır. Hə. Və qrafikdə belə olacaq da. Yəni, sürətin modulu çevrə üzrə bərabər sürətli hərəkətdə zamandan asılı deyil. Belə. Amma V bərabər biz belə yazırıq da.
Deməli yazırıq V bərabərdir L bölünmüş T. Amma L ilə T düz mütənasibdir. L T ilə düz asılıdır. Xətti sürətin digər kəmiyyətlərlə əlaqə düsturu necədir? V bərabər biz L böl T yazırıq. Burada da yenə də çevrədə biz bunu təsəvvür edə bilərik. Yəni ki, məsələn, bax, cisim A nöqtəsində idi. Müəyyən vaxt keçəndən sonra yenə gəlir A nöqtəsinə. Nə qədər yol gedir? Çevrənin uzunluğu qədər. Çevrənin uzunluğu da 2 pi-r'dir. O həmin o getdiyi yolu nə qədər vaxta gedir? Bir perioda. Bunu yazaram 2 pi-r, 1 böl t-ni yerinə yazacağım n. Və yaxud da belə yazmaq olar. 2 pi-r böyük n böl t. Və yaxud da yazmaq olar omega r. Yəni o 2 pi böl t var. Bunun yerinə omega yazmaq olar. Və yaxud da 2 pi n-in yerinə omega yazmaq olar. Və yaxud da 2 pi deməli böyük n böl t-ni yerinə omega yazmaq olar da omega r. Omeganın da yerinə yaza bilərəm fi böl t var r. Müxtəlif şəkildə yaza bilərəm mən bu düsturları. İndi burada da deməli V-nin tutaq ki, T-dən asılılıq qrafikini qurmaq istəyirik biz. V-nin T-dən. Yəni verilmiş radiuslu hərəkət. Verilmiş radiuslu çevrə üzrə hərəkətdə cisim hərəkət edirsə verilmiş radiuslu. Onda biz V bərabər bu düsturla gedəcəyik. Bax. Tutaq ki, V bərabər V-nin T-dən asılılıq qrafiki deyirsə biz deməli bu düsturla gedəcəyik. 2 pi-r böl T. Çünki R sabitdir, V ilə T tərs mütənasibdir. Tutaq ki, bizə desək ki, misal üçün də V-nin R-dən asılılıq qrafikini qurun. Amma period sabit qalmaq şərti ilə. Onda biz yenə bu düsturla gedəcəyik. 2 pi-r böl T. Çünki elə kəmiyyət düsturu yazmaq lazımdır. Düsturdakı kəmiyyətlər burada olsun. Deməli, temperatur deyirəm, üzr istəyirəm. Period sabitdirsə, deməli V ilə düz asılıdır. Və yaxud da biz burada da deyə bilərik. Məsələn, V-nin tutaq ki, R-dən asılılıq qrafiki, amma N sabit qalsın orada. Biz dərhal bu düsturla gedirik. V bərabər 2 pi Rn. Yəni N sabitdirsə, R-lə düz asılıdır. Və yaxud da məsələn, V-nin N-dən asılılıq qrafiki verilmiş radiuslu çevrə üzrə. R sabitdirsə, yenə də bu düsturla gedirik. V bərabər 2 pi Rn. Yəni bir kəmiyyət sabit qalmalıdır ki, iki kəmiyyət arasında əlaqəni qurasan. Sonra, məsələn, V-nin omeqadan asılılıq qrafiki necə olacaq? Amma R sabit qalmaq şərti ilə. Yenə də biz hansı düsturla gedəcəyik? V bərabər omega R. Yəni R sabitdirsə, V ilə omega düzdür. Və yaxud da məsələn, bizə deyir ki, V-nin R-dən asılılıq qrafikini qurun, amma omega sabit qalsın. Yenə də bu düsturla gedirik. Yəni V bərabər omega R. Yəni omega sabitsə V ilə düz asılıdır. Belə. İndi 6-cı kəmiyyət adlanacaq bizdə. Deməli, mərkəzə qaçma təcili. Mərkəzə qaçma təcili. Deməli, çevrə üzrə bərabər sürətli hərəkətdə mərkəzə doğru yönələn təcillə deyirlər mərkəzə qaçma təcili. Yəni qiyməti, modulu dəyişmir, ancaq istiqaməti nöqtədən nöqtəyə dəyişir. Sürət vektoruna perpendikulyardır. Delta V, yəni sürət dəyişməsinin istiqamətində yönəlir. Və çevrə üzrə bərabər sürətli hərəkətdə təcilin modulu dəyişmir. Biz bunu belə də yaza bilərik və ya yaza bilərik A bərabərdir konstant. Belə də yaza bilərik. Qrafiki də olacaq bax bu cür. A-nın T-dən asılılıq qrafiki bax bu cür olacaq. Deməli, çevrə üzrə hərəkətdə, çevrə üzrə bərabər sürətli hərəkətdə, çevrə üzrə bərabər sürətli hərəkətdə istənilən nöqtədə təcilin istiqaməti, məsələn, A nöqtəsi olsun, B nöqtəsi olsun, C nöqtəsi olsun, buna normal təcil deyirlər də. Bax, deməli, çevrənin mərkəzinə doğru yönəlir. İstənilən nöqtədə çevrənin mərkəzinə doğru yönəlir. İstiqamət görürsünüz, dəyişir. İstənilən nöqtədə istiqamət dəyişir. Burada da mərkəzə, burada da mərkəzə.
və radius vektoruna deməli sürət vektoruna deməli perpendikulyardır. Bax sürət də görsən bax bu cürdür. Sürət. Sürət çevrəyə toxunandır. Və buradan asanlıqla görürük ki sürət vektoru ilə təcil vektoru bir-birinə perpendikulyardır. Bu şəkildə tam aydın olur bizə. Və mərkəzə qaçma təcilinin düsturu olacaq A bərabərdir V kvadrat bölür. Yuxarıda o sürətin düsturlarını yazdıq. Həmin düsturları bura nəzərə alsam, düstur belə olacaq. Bax, 4pi kvadrat R böl T kvadrat. Və yaxud da 4pi kvadrat R N kvadrat. Və yaxud da 4pi kvadrat N kvadrat R böl T kvadrat. Və yaxud da belə yazmaq olar. Deməli, omega kvadrat R və yaxud da omega kvadratı omega vur R kimi yazmaq olar. Olacaq omega vur V. Düsturları ürəyin istədiyi formaya gətirə bilərsən. 2pi böl T vur V kimi də yaza bilərsən. Və yaxud da 2pi N V kimi də yaza bilərsən. Və yaxud da 2pi böyü N böl T vur V kimi də yaza bilərsən. Və yaxud da omeganı saxlayıb V-nin yerinə 2pi R böl T də yaza bilərsən. Və yaxud da omeganı saxlayıb 2pi R böl T-nin yerinə 2pi R N kimi də yaza bilərsən. Və yaxud da yaza bilərsən omega vur 2pi R böyü N böl T kimi də yaza bilərsən. Yəni, müxtəlif cür düsturları yaza bilərsən. Qrafiklərdə tam aydındır da. Yəni, əgər radius sabitdirsə, A ilə V düz kvadratı qaçıdır. Yəni, A bərabər V kvadrat böl R düsturu ilə gedirsən. Məsələn, desək ki, tutaq ki, verilmiş radiusu çevrə üzrə hərəkətdə təcilin deməli periodla əlaqə düstur qrafiki necədir? Onda təcillə, bax təcillə sən bu düsturu yazırsan. Görsən A ilə T düz tərs kvadratik olacaq. Məsələn, desə verilmiş radiusu çevrə üzrə hərəkətdə təcilin misal üçün N-dən asılılıq qrafiki necədir? Yəni dövr etmə tezliyinə düz kvadratik olacaq və s. İndi keçəcəyi deməli 7-ci kəmiyyət olacaq bizdə mərkəzə qaçma təcili. Mərkəzə qaçma, üzr istəyirəm, qüvvəsi. Yəni cisimə təsir edən mərkəzə qaçma qüvvəsi, yəni hərəkət boyunca mərkəzə doğru yönəlir. Yəni mərkəzə qaçma qüvvəsi olmasaydı, cisim çevrə üzrə bərabər sürətli hərəkət etməzdi. Aydındır. Yəni, mərkəzə qaçma qüvvəsinin çevrə üzrə hərəkətdə müxtəlif hallarda yazılışı var. Məsələn, birincisi nədir? Birincisi, tutaq ki, sürtünməsiz üfüqi səthdə, sözlə yazıram. Sürtünməsiz üfüqi səthdə hərəkət edən ipə bağlı cisim üçün mərkəzə qaçma qüvvəsi. Biz bunu necə tapa bilərik? Bax, çox sadədir, bax. Deməli, tutaq ki, bax, bu tam şəkildə aydın olacaq sizə inşallah, Allahın izni ilə. Bucaq sürətinə fırlanır, omega. Bir dənə cisimimiz var, bax bu mərkəzə bağlanıb, ip vasitəsilə bağlanıb və buradan omega bucaq sürəti ilə fırlanır. Deməli, bu olsun O1. Bu da olsun O2, oxu ətrafında fırlanır da bu. Düzdür? Deməli, ipin gərilmə qüvvəsi biz bilirik ki, həmişə deməli cisimdən kənara doğru çəkilir. Deməli, burada da ətalət qüvvəsi deyilən bir qüvvə var da, yəni EMA qüvvəsi. EMA qüvvəsi bunu bu tərəfə deməli aparmaq istəyəcək, düzdür? İp qoymayacaq da onu. Onda biz
İpdə yaranan gərilmə qüvvəsi nəyə bərabər eləcək? EMA qüvvəsi. Buna mərkəzə qaçma qüvvəsi deyirlər. Elə EMA qüvvəsi də nəyə bərabərdir? M vur A-nın yerinə yazaram omega kvadrat R. Belə də yaza bilərəm və yaxud da A-nın yerinə V kvadrat bölü R də yaza bilərəm. Yəni sürtünməsiz üfüqi səthdə hərəkət edən ipə bağlı cisim üçün mərkəzə qaçma qüvvəsi belə təyin olunur. Əgər sürtünmə varsa, məsələn, ikinci odur ki, sürtünmə olsa burada. Məsələn, bax, ikincisi. Bax, deməli, ikincisi odur ki, sürtünmə varsa, onda buradan vəziyyət necə olacaq? Bax, yenə də həmin şəkili çəkirəm. Bayaq sürtünmə yox idi. Yenə də omega bucaq sürəti ilə fırlanır. Deməli, M kütləli cisimimiz var. Yəni ipin gərilmə qüvvəsi hara yönəlir? Deməli, cisimdən kənara doğru. Aha. Deməli, burada da, bax burada açıq aydın görünür ki, bu deməli üfüqi səthdir də, bu üfüqi səth. Elə bil yerdə cisimi fırladırsan. Aha. Yerdə cisimi fırladırsansa, burada deməli ağırlıq qüvvəsi aşağı yönəlir. Reaksiya qüvvəsi də yuxarı yönəlir də. Onda buradan görürəm ki, N bərabər mg. Onda sürtünmə qüvvəsi hara yönələcək? Bu cisim istəyəcək ki, bu tərəfə geçsin də. Aydındır EMA qüvvəsi ilə. Sürtünmə qüvvəsi. Elə bil üfüqi səthdədir də, bu üfüqi səthdədir, fırlanır. Sürtünmə qüvvəsi bax bu istiqamətdə yönələcək. Onda mərkəzə qaçma qüvvəsi, yəni EMA qüvvəsi elə sürtünmə qüvvəsinə bərabər olacaq da. Bu da bərabərdir nÜ-N. N-in yerinə mg yazacağım, olacaq nÜ-mg. Elə bu həmin nÜ-mg-də elə ipin gərilmə qüvvəsinə bərabərdir. Üçüncü odur ki, əgər dairə içində fırlanan cisim, əgər cisim, belə deyək də, cisim dairə içində fırlanırsa, buna misal gətirmək olar, məsələn, paltar yuyanda paltarların fırlanması. Məsələn, bax, bir dənə çevrə çəkirəm. Bax. Məsələn, bu olsun A nöqtəsi, bu olsun B nöqtəsi, bu olsun C nöqtəsi, bu da olsun D nöqtəsi. Cisim buradadır. Burada. Müəyyən vaxt keçəndən sonra gəlir bu cisim bura, gəlir bura. Sonra gəlir bax bura. Sonra da gəlir bura. Deməli, bax, ağırlıq qüvvəsi hara yönəlir? Yerin mərkəzinə. Birinci ağırlıq qüvvəsinin istiqamətlərini çəkək. Ağırlıq qüvvəsi yerin mərkəzinə doğru yönəlir. Burada da. Reaksiya qüvvəsini də çəkəcəm hamısını. İndi reaksiya qüvvəsi, bax bu dayaqdır da, dayaq. Reaksiya qüvvəsi dayağa perpendikulyardır. Burada da bax, dayağa perpendikulyardır. Burada da dayağa perpendikulyardır. Burada da dayağa perpendikulyardır. Deməli, mərkəzə qaçma qüvvəsi deyəndə mərkəzə doğru yönələn qüvvələrə baxırsan. A nöqtəsində onda mərkəzə qaçma qüvvəsi nə olacaq? A nöqtəsində. Mərkəzə qaçma qüvvəsini mən belə yazaram. A nöqtəsində. Deməli, həmişə yadda saxlamaq lazımdır ki, mərkəzə doğru yönələn qüvvə həmişə böyük olur. Ona görə qüvvələr əks istiqamətdə olanda böyükdən kiçik çıxırsan. Ona görə mən N-dən mg-ni çıxacam. B nöqtəsində isə mərkəzə doğru bir dənə qüvvə var. Bu da N qüvvəsidir. Ona görə mən yazıram N. C nöqtəsində mərkəzə doğru yönələn qüvvə 2 dənə qüvvə var. Özdə ikisi də eyni istiqamətdədir. Ona görə toplayacağam. Çünki qüvvələr eyni istiqamətdə olanda toplanır. Və D nöqtəsində mərkəzə qaçma qüvvəsi ilə N-ə bərabər olacaq. Aydındır? Sonra dördüncü.
Dördüncü odur ki, şaquli müstəvidə ipə bağlanan M kütləli cisim hərəkət edərsə, şaquli deməli müstəvidə ipə bağlanan M kütləli cisim hərəkət edərsə. İndi burada da deməli necə eləyək bunu? Bunu biraz yuxarıdan çəkim. Deməli ipə bir dənə M kütləli cisim bağlamışıq və bunu bu istiqamətdə fırladırıq. Bax. Mərkəzidir o nöqtəsi. İndi biz bilirik ki, ipin gərilmə qüvvəsi ümumiyyətlə gərilmə qüvvəsi həmişə cisimdən kənara doğru çəkilir də. Bura desəm, tutaq ki 1 nöqtəsi, bura 2 nöqtəsi, bura 3 nöqtəsi, burada 4. Deməli burada olacaq T1 istiqaməti bax bu istiqamətdə yönələcək. Burada bax yenə dedim, cisimdən kənara doğru T2. Sonra burada cisimdən kənara doğru T3. Burada cisimdən kənara doğru T4. İndi ağırlıq qüvvəsinin istiqaməti hara olacaq? Yerin mərkəzinə. Yerin mərkəzinə. Yerin mərkəzinə. Yerin mərkəzinə. İndi dəyərli müəllimlər, onda bir nöqtəsində ipin gərilmə qüvvəsini necə tapırıq biz? Həmişə bayaq dedim, mərkəzə doğru yönələn qüvvə böyük qüvvədir. Onda yazacağım T1 minus mg bərabər MA-da Newtonun ikinci qanununa görə. Onda T1-dəki gərilmə nə olacaq? mg plus A. Bu birincindəki gərilmə qüvvəsidir. İndi 2-də mərkəzə doğru bir dənə qüvvə var. Başqa bir qüvvə yoxdur. Ona görə onda T2 nəyə bərabər olacaq? Elə MA-ya bərabər olacaq. İndi 3-cü nöqtədə mərkəzə doğru yönələn qüvvə, yəni MA qüvvəsi nəyə bərabər olacaq? Qüvvələr eyni istiqamətdə olduğuna görə toplanır. mg üstəgəl T3. Onda buradan T3-ü tapsam, olacaq MA minus J. Və 4-cü nöqtədə elə T4 MA-ya bərabərdir. Deməli, buradan belə bir nəticəyə gəlirik ki, yuxarı doğru hərəkət etdikcə ipin gərilmə qüvvəsi azalır, aşağı doğru hərəkət etdikcə ipin gərilmə qüvvəsi artır. Yəni, biz bunu necə müqayisə edə bilərik? Olacaq T1 böyükdür T2, T2 bərabərdir, deməli T4-də, T4 də böyük olacaq T3-dən. İndi, dəyərli müəllimlər, sonra mərkəzə qaçma qüvvəsi harada tətbiq olunur? Məsələn, o nöqtəsi ətrafında konus cızan, bax, konus cızan cisimin hərəkəti. Bu da maraqlıdır. Deməli, bir dənə çevirəcək, bax, belə. İnşallah yaxşı alınır. Məsələn, buradan bir cisim asılıb. Bu da deməli mərkəzdir. Aha. Görürsən, konus çizir burada. Deməli, riyazi rəqqasdır da bu. Riyazi rəqqasdan elə bil asılıb. Bu fırladırsan elə bil bunu konus çizir. Bax, bu cür fırlanma nöqtəsində. Bax, işarələrini də çəkeyim. Bax, belə. Buradan da bax, bu cür.
Bunu müəyyən bir alfa qədər deməli sola çəkisi fırlatsaq, onda ağırlıq qüvvəsi hara yönəlir həmişə? Yerin mərkəzinə doğru yönəlir. İpin gərilmə qüvvəsi həmişə cisimdən kənara doğru çəkilir. Bunu biz bilirik. Deməli, ipin gərilmə qüvvəsinin 2 dənə toplananı var. Biri bax budur. Biri də yəni x oxu, biri də y-də belə deyək. Daha doğrusu bu y proyeksiyası olsun. Bu da olsun x proyeksiyası. Deməli biz bilirik ki, bax bu z bucağıdır. Bax göstərim sizə, tam şəkildə aydın olacaq. Bax bu z bucağıdır, bax. Yəni bura alfadırsa, bax bura da alfadır. Onda biz bilirik ki, bucağa bitişik katetə kosinüs deyirlər də. Onda ty nəyə bərabər olacaq? Ty bərabər olacaq t-nin kosinüs alfası. Tx nəyə bərabər olacaq? T-nin sinus alfası. Aha. Deməli, ağırlıq qüvvəsi hansı qüvvə ilə tarazlaşır? Ağırlıq qüvvəsi ilə bax bu qüvvə bir-birini tarazlaşdırır. Yəni yazırıq ty bərabərdir mg-yə, bu da bərabərdir t kosinüs alfaya. Bəs ma qüvvəsi hansı qüvvə ilə bir-birini tarazlaşdırır? Tx ilə. Yazıram tx bərabərdir ma və bərabər t var sinus alfa. Və bu tənliyi tərəf-tərəfə bölsək, deməli burada alınır j bölünmüş a bərabərdir kosinüs alfa böl sinus alfa və bunu tərsinə də yaza bilərik. Yəni yaza bilərik tangens alfa bərabərdir a böl j. A-nın dəyərini yaza bilərəm v kvadrat böl r və burada belə bir məşhur düstur çıxır. V bərabər kök altda tangens alfa vur r. Bu düstur. Buna türklər tangır deyirlər. Tangır. Tangens alfa vur r. Düstur budur. Yəni o nöqtəsi ətrafında konus çizən cismin hərəkəti də deməli sürət bu düsturdan hesablanır. Aydındır? Yəni həmin o cismin sürəti bu düsturdan hesablanır. Və axırıncı düstur, yəni burada bunu mən hökmən deməliyəm. MIG-ə əsasən aiddir bunlar, bu dediklərim. Sertifikasiyada o qədər də istifadə olunmur. İndi bir də var silindrin içində hərəkət edən cisim üçün. Silindrin içində hərəkət edən cisim üçün. Aha, bax. Deməli bunu biraz yaxşı çəkək ki silindrin və bu oturacaqları arasındakı məsafədir. Da radiusdur. Cisim buradadır. Cisim buradadır. Bax, bu cür fırlanır. Bax, omega bucaq sürəti ilə fırlanır. Bax, belə. Belə deyək də, indi göstərim sizə şəkillə. Bax, belə. Belə fırlanır. Bax, belə. İndi bunun buradan düşməməsi üçün hansı şərt ödənməlidir? Deməli, biz bilirik ki, ağırlıq qüvvəsi həmişə aşağı yönəlir. İndi bunun düşməməsi üçün, bu aşağı getmək istəyir də, bunun düşməməsi üçün sürtünmə qüvvəsi hara yönələcək? Yuxarı. F sürtünmə. Reaksiya qüvvəsi də deməli dayağa perpendikulyardır da, bu dayaq, bu dayaqdır da, bu dayaq. N qüvvəsi. Deməli sürtünmə qüvvəsinin düsturunu biz bilirik ki, n-dir. Deməli cismin düşməməsi üçün, bax buradan düşməməsi üçün, aşağı düşməməsi üçün deməli sürtünmə qüvvəsi
mg qüvvəsinə ya bərabər olmalıdır, ya da ondan böyük olmalıdır. Kiçik olsa düşəcək aşağı. Sürtünməyə yenə yazacağam n. Deməli böyükdür. Bunu belə də yazırlar. Bərabərdir. Deməli mg. Aha. Buradan biz n'in yerinə m-a da yaza bilərik. Çünki bax burada m-a qüvvəsi də var da. Bunu bu tərəfə sıxan qüvvə, m-a qüvvəsi. Buradan biz n'in yerinə m-a da yaza bilərik. m-a, bu da bərabər mg. M-lər getdi buradan. A-nın yerinə də yazacağım. V kvadrat bölür. Bərabərdir r. Və buradan v-nin düsturunu alıram ki, r bölü kök altda r böl m. r böl n, daha doğrusu n. Aydındır. Deməli, hələ ki, çevrə üzrə bərabər sürətli hərəkət mövzusu hələ ki bu qədər. İndi inşallah ikinci hissəsində sizə keçəcəm mərkəzindən keçən ox ətrafında fırlanan diskin hərəkəti. Sonra ondan sonra gəlir qayışlı ötürmə. Sonra gəlir sürüşmədən diyirlənən diskin yerə nəzərən sürətinin tapılması. Sonra çevrə üzrə bərabər sürətli hərəkətdə yol, yer dəyişmə və sürət dəyişməsinin təyini. Sonra çevrə üzrə bərabər sürətli hərəkətdə görüş məsələləri və bundan da çevrə üzrə bərabər sürətli hərəkət mövzusu yekunlaşır. Diqqətinizə görə sağ olun. İnşallah gələn dərslərdə görüşənədək.